Esselamu aleykum. Bugün mən sizlərə sahabəmiz olan Ammar bin Yasirdən bəhs edəcəm. Onun iman gətirməsindən, Allah üçün etdiyi gözəl xidmətlərdən, bu yolda gördüyü işgəncələrdən, əzablardan bəhs edəcəm. Xüsusən də ailəsi ilə imtahan olunmasından bəhs edəcəm. Əgər siz də ailənizlə imtahan olmuşsunuzsa, bu dediklərimi mütləq dinləyin. Ammar bin Yasir ilk iman gətirən 20-25 nəfər arasında olmuşdur. Ailəsi də ilk iman gətirən ailə olmuşdu. Yəni həmin dövrdə yeganə ailələrdən biri olmuşdu ki, bütövlüklə ailəsi müsəlman olmuş və iman gətirmişdirlər. Yəni həmin dövrdə insanların ən çox imtahanı ailəsi ilə olmuşdu, öz yaxınları ilə olmuşdu. Kimilərinin atası iman gətirməmiş, atası ilə imtahan olunmuş, kimiləri anası ilə imtahan olunmuş, kimiləri övladı ilə və kimiləri də ən yaxın qohumları ilə imtahan olunmuş. Yəni sanki bu yolun qədərində, qismətində bu var, bu imtahan olunmaq var. Hem onsuz da imtihan dediğin en yakınımla olmaz mı? Bizim yani tanımadığımız olsa, sevmediğimiz bir insan olsa onunla imtihan edilmek bize ne kadar tesir edersiniz ama insanın en yakını olduktan ona en çok o tesir edir. Yani bu da Allah'ın bir kısmetidir, Allah'ın bir imtihanıdır. Buna göre bununla razılaşmak lazımdır. Unutmayın ki eğer imtihanımızdan hemen insanlardan şikayet ederseniz Allah'tan şikayet edermiş olursunuz haşa. Ona göre her halımıza daima şükür etmeliyiz. Sahabelerimize benzemeye çalışmalıyız. Ammar bin Yasir 45 yaşında iman gətirmişdir. Ailəsi çox zəif, imkansız insanlardan olduğu için en çok işkence gören de bu aileler olmuştu. Yani onları himayəsindən alan, qoruyacaq heç kimsələri olmamışdı və müşriklər də, kafirlər də bundan istifadə etmişlər. Sanki siz də iman gətirsəniz, belə işkəncə görərsiniz deyə onları bütün insanların gözü qabağında işkəncə etmişlər. Ən ağır işkəncələri yəni onu etmişdirlər. Onun ailəsi də ilk şəhid ailə olmuşdu. Hem de onlar özləri məşq olmadıklarından, soyları olmadıkları için buna görə də onlara çox böyük işgəncələr olunmuşdu. Yani bir işgəncəni sizə deyim ki, təsəvvür edin bir ocaq qalırlar, nə qədər kömürlər, közlər var, o közləri yerə salırlar və o közlərin üzərində onu yatsıdırırlar. Yəni bu şəkildə ona işgəncə eləmişdirlər. Atasını, anasını, övladını da öz gözləri qabağında öldürürlər. Yəni ilk şəhid olan ailədə onun ailəsi olmuşdu. İnsan belə sahabələrin həyatını oxuduqda həqiqətən öz çəkdiyi sıxıntılardan, öz şikayətlərindən utanır, öz imtihanından utanır. Bəzən o qədər şikayət edirik, o qədər Allah'ın razı olmadığı şeylər danışırıq ki, sahabələrin həyatını oxuyanda o insan deyir ki, həqiqətən bizim çəkdiklərimiz dərd deyilmiş, həqiqətən bizim imtihanımız imtihan deyilmiş. Bir düşünün yəni bu sahabələrin həyatını oxuduğu zaman siz nə etsiniz, siz nələr edirsiniz, siz Allah yolunda nə fədakarlıq edirsiniz, siz bu yolda nə sıxıntı çəkmişsiniz və çəkdiyiniz bu sıxıntı, bunların bir zərrəsi belə ola bilirmi o sahabələrin çəkdiyi sıxıntıların? Yoxsa bizim bəhanələrimiz tamamilə əslində boş bəhanələr ola bilər. Bəzən ürəyimiz istəmir, bəzən vaxtımız yoxdur, vaxtın sahibi olan Allaha vaxtımız yoxdur deyirik. Allah bizləri bağışlasın. Ve bu işkenceden sonra, bu olan hadisələrdən sonra bilirsiniz mi ne olur? Ammar bin Yasir dayanmır. Bu işkencenin ailesi öldükten sonra, şəhid olduktan sonra onu sərbəst bırakırlar. Ama o dayanmır. Gedir öz evini Müslümanlar için açır. Müslümanların el verəməsi için açır. Yani biz başımıza bir hadise gələndə başlayırıq dərdə düşməyə, qəmə düşməyə, Allah'tan uzaqlaşmağa, Allah'ın razı olmayacağı sözlər işlətməyə başlayır. Ama o neyinir? Dayanmır. Elçiyin bu yolda daima devam edir. Öz evini el verəmək için açır sahabelərə. Ve Peygamberimiz sallallahu aleyhi ve sellem'den bütün savaşlara katılır. Yani savaşlarda onun yanından ayrılmır. Təsəvvür edin 96 yaşında bir savaşa katılır, bir muharebeye katılır. Hatta ön sıralarda katılır. Necə bir imandır, necə gözəl bir əxlaqdır. Quba məscidi, bildiğimiz Quba məscidinin inşasında da en çok əmək verən sahabələrimizdən biri de o olmuştur. Allah bizləri onun kimi cəsarətli ve her şeyini bu yolda fəda edəcək qədər iman etsin. Amin.